Hər vaxtınız xeyir. Sizinlə birlikdə tibbi platformadayıq. Müsahibimiz tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru Sədaqət Hüseynovadır. Dəyərli professorumuz Sədaqət xanım, xoş gördük sizləri. Ölkəmizdə müasir klinikalarımızın və müasir həkimlərimizin bəzən bizi qane etmir. Bəzən haqlı şikayətlər və narazılıqlar olur. Bu fikirlərlə razılaşırsınızmı? Biraz kritik bir mövzuya Günel xanım, bu çox aktual bir sualdır, aktual bir problemdir. Hər şeydən əvvəl siz də həkimsiniz. Bildiyiniz kimi tibb sahəsi xidmət sahəsidir və bu insanların ən ümdə varlığı olan, sağlamlıqla bağlı olan xidmət sahəsidir. Ona görə insanlar bir tibb müəssisəsinə müraciət etdikdə oradan həmişə gözləntiləri, bəkləntiləri çox yüksək olur. Bəli, müəyyən narazılıqlar olur. Ancaq bu narazılıqların biz səbəblərini araşdırsaq, görəcəyik ki, bugünkü gündə əsas narazılıqlar bütün dünyada olduğu kimi icbari tibbi sığortanın bizim həyatımıza gətirdiyi növbələrdir. Bildiyiniz kimi, bütün inkişaf etmiş dünya ölkələrində də 10 illiklərlə icbari tibbi sığorta işləyən ölkələrdə də çox böyük növbələr var. Hətta dünyanın aparıcı ölkəsi olan Böyük Britaniyada mən bildiyimə görə bir ultrasəs müayinəsi üçün xəstə 1-2 ay gözləməli olur. İsveçrədə xəstə qızdırması qalxmış bir xəstə həkimə müraciət edir, 10 gündən sonra həkimin qəbuluna düşə bilir. Və bizim əhali, demək, Sovet tibb qulluğundan, xidmətindən çıxmış əhalimiz bu növbə söhbətinə qəbul edə bilmir. Biraz problemlərimiz var. Əsas problem, çünki mən özüm bu tibbi sığortanın təşkilində iştirak etmişəm, bir təşkilat rəhbəri kimi və əsas problem bundan ibarətdir. Siz də bilərsiniz, həkimlərimizin bilik səviyyəsindən yox, ondan sonra xidmətin səviyyəsinin aşağı olmasından yox, əsas problem növbələrdədir. Ötən 2 il, artıq 3-cü ildir ki, Respublikamızda tibbi sığorta geniş fəaliyyətə başlayıb. Bu dövrdə də əlbəttə müəyyən dəyişikliklər var. İnsanlarımız artıq bu növbələrə öyrəşirlər. Bizim vətəndaşlarımız xarici ölkələrə xəstəliklərlə bağlı müraciət edirlər. Bu daha çox yaxın ölkələrdən Türkiyədir, Almaniyadır, Rusiyadır. Bu daha çox hansı səbəbdən müraciət olunur? Bu haqqda məlumat almaq istərdim. Günel xanım, bu da çox aktual bir sualdır. Bütün dünyada tibb turizmi deyilən bir məfhum var. Azərbaycanda da bizim vətəndaşlarımızın hər birinin öz haqqıdır bu tibb turizmindən istifadə etmək. Və onlar əlbəttə ilk növbədə qonşu ölkələrə, Türkiyə, Rusiya, Avropa ölkələrinə müraciət edirlər. Bunların səbəblərini araşdırdıqda bir sıra nüanslar ortaya çıxır. Bunlardan birincisi əlbəttə texnoloji cəhətdən daha yüksək səviyyədə təmin olunmuş bir klinikada müayinə və müalicə olunmaq, yaxud da ki, dünyada məşhur olan bir həkimin, yaxud bir klinikanın xidmətlərindən istifadə etmək. Əsas etibarilə xəstələrimiz xarici ölkələrə nə vaxt üst tuturlar? Ağır onkoloji xəstəliklər zamanı, ağır nevroloji xəstəliklər zamanı, ağır travmalardan sonra, genetik xəstəliklər zamanı müraciət edirlər. Bir də xəstələrimizin xaricə üst tutmasının səbəbləri sırasında reabilitasiya və uzun müddətli müalicələr olur. Və bəzi demək bizim vətəndaşlarımız belə hesab edirlər ki, hər hansı bir klinikada, xaricdə olan hər hansı bir klinikada daha çox demək sübutlu təbabət bazasından istifadə olunmaqla diaqnoz və müalicə olunur. Ona görə oradakı sistemə, həkimə, klinikaya daha çox etimad edib üzlərini o səmtə çevirirlər. Ancaq mən burada bir məqamı qeyd etmək istəyirəm. Bu məni həmişə düşündürən bir məqamdır. Mən müqayisə üçün bizə yaxın olan dövlətlər, Türkiyə, Rusiya və Azərbaycanda orta ömür rəqəmlərinə baxdım. Azərbaycanda bu rəqəm 73 ildir.
kişi və qadın birlikdə. Rusiyada 71 il 10.5-dir. Türkiyədə isə 77.8-dir. Yəni Azərbaycanda yaşayıb Azərbaycan tibb xidməti ilə həyatını başa vuran insanların ömrü bizim tibbinin daha üstün hesab etdiyimiz ölkələrdən birindən çox, birindən isə az fərqlidir. Demək belə, özəl klinikalar keyfiyyət baxımından həqiqətən fərq yaradırmı və yaxud da bu marketinqin bir növüdür? Günel xanım, son illərdə Azərbaycanda çox saylı özəl klinikalar yaranmışdır. Bu, əlbəttə, bizim tibbimizin inkişafına xidmət edən bir faktdır. Demək, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada elə bir ölkə yoxdur ki, orada yalnız ya dövlət sektoru olsun, yaxud da ki, özəl sektor olsun. Bütün dünyada bu hibrid şəklindədir, amma nisbəti fərqli ola bilir. Dövlət strukturunun, dövlət xəstəxanasının öz vəzifələri var. Bu, əlbəttə, ilk növbədə ilkin tibbi yardımdır, təcili tibbi yardımdır, peyvənd və profilaktika məsələsidir, ana və uşaq xidmətləridir. Ondan başqa, demək, bir sıra bahalı müalicələrin, bir sıra bahalı əməliyyatların əhalinin hər təbəqəsi üçün əlçatan olmasını təmin etməkdən ibarətdir və bu dövlət strukturunu özəl strukturundan fərqləndirən əsas istiqamətdir. Özəl sektorun, tibbdə özəl sektorun isə öz istiqamətləri var. İnsanlar özəl xəstəxanalara daha çox hər hansı bir müayinədən keçmək, bu ola bilər neyrovizualizasiya müayinələri olsun, ola bilər hər hansı bir laborator müayinəsi olsun, daha çox bundan ötürü və planlı şəkildə olan məsləhətlər, konsultasiyalar üçün müraciət edirlər. Məsələn, təcili halda insanlar özəl klinikalara çox az hallarda müraciət edirlər. Özəl sektorun əsas prioritetləri bu stomatologiya sahəsidir, bu müəyyən demək, estetik tibb sahəsidir və daha sürətli, daha yüksək səviyyəli xidmət almaq istəyənlər də əlbəttə özəl klinikalara müraciət edə bilirlər. Ona görə onlar öz təyinatlarına görə fərqlidirlər və mənim fikrimcə, demək, bunun ən yaxşı balansı nə ola bilər? Təxminən 70-80% tibb xidməti dövlət və icbari sığorta mənbələrindən, 20-30, ola bilər o nisbət dəyişsin, özəl xidmətlər tərəfindən balanslaşdırılsın. Təşəkkür edirəm dəyərli professorumuz dolğun məlumatlarınıza görə. Bugünkü proqramımız bu qədər. Növbəti proqramlarda görüşənə qədər.